Salam əziz şagirdlər. Deməli, bugün yeni bir bölməyə başlayırıq. Çoxunuz çevrə və dairənin izahını istəmişdiniz məndən. Deməli, çevrə və dairədə birinci başlıq çevrə, dairə, radius, diametr və tər, çevrənin uzunluğu qarşılıqlı vəziyyət olacaq. Bildirmək istəyirəm ki, dərs və sınaq qruplarına qeydiyyat aktivdir. Gördüyünüz nömrə ilə əlaqə saxlayaraq dərslər haqqında məlumat ala bilərsiniz və dərslərimizə qoşula bilərsiniz. Birinci sualla başlayırıq. Birinci sualda deyir ki, çevrənin mərkəzi O nöqtəsi, diametri AB və B bucağı 62 dərəcədir. AC-O bucağını soruşur. AC-O bucağını soruşursa, birinci biz o AC-O bucağının özünü görməliyik. A ilə C-ni birləşdirməlisiz. AC-O bucağı bu bucaqdır. Və bizə verilmiş ki, B bucağı 62 dərəcədir uşaqlar. Demək, nə yadınızda saxlayacaqsınız? Çevrədə, bax, bu radiusdur, radius. Bu da radiusdur. 2 dənə radius varsa, burada yaranan üçbucaq bərabər yanlı üçbucaqdır. Bax, bu üçbucaq bərabər yanlıdır. İki tərəfi çünki bərabərdir. Bərabər yanlıdırsa, 62 dərəcədirsə bura, burada olacaq 62 dərəcə. Sonra nəyi bilməlisiniz? Çevrədə bu göz çevrənin yarısı olduğu üçün 360'ı 2 bərabər hissəyə bölürsünüz. Bura düşür 180'ə. 180'ə söykənən daxili bucaq, baxın, bu daxili bucaqdır. Həmin 180'in yarısı olmalıdır. Yəni 90 dərəcə. Bu bucaq ümumi 90 dərəcədir. Onda siz bura alfa desəniz, alfa ilə 62 dərəcənin cəmi olmalıdır 90 dərəcə. Alfa da olacaq 90'dan 62 çıxanda 28 dərəcə. Demək, 2 dənə qaydanı bilməlisiniz burada. Çevrədə radiuslar var burada, bərabərlər. Orada bərabər yanlı üçbucaq yaranır. Bir də diametrə söykənən bu bucağa daxili bucaq deyirik. Daxili bucaq 90 dərəcədir. Deməli, olur cavabımız D variantı. Keçirik ikinci suala. İkidə deyir ki, konsentrik iki çevrənin radiusları nisbəti 7'nin 4'dədir. Konsentrik çevrə deyəndə baxaq görə ilk öncə nə nəzərdə tutulur? Mərkəzləri yazın dəftərinizə. Mərkəzləri eyni olan iki çevrə konsentrik çevrə adlanır. Sonra da şəklini çəkin. Deməli, konsentrik çevrənin radiusunun biri 7'nin 4'ə nisbəti olduğu üçün birinə yazırsınız 7x, digərinə yazırsınız 4x bu şəkildə. Böyük çevrənin radiusu, bir də kiçik çevrənin radiusu. Arada qalan halqanın qalınlığı isə arada qalan halqa budur, 6'dır. Kiçik çevrənin radiusunu tapın. Halqanın qalınlığını tapmaq üçün böyük çevrənin radiusundan kiçik çevrənin radiusu çıxılar. Buradan alırıq 3x bərabərdir 6, x bərabərdir 2. Tapdınızmı? Sonra deyək kiçik çevrənin radiusunu tapın. Biz kiçik çevrəyə 4x demişdik radiusuna. 4 vurulsun 2. Cavabımız olur 8, Y variantı. Üçüncü sualla davam edirik. Eyni şəkil çəkirsiniz. Çünki konsentrik olan çevrələrdən söhbət gedir. Nə oldu konsentrik çevrələr? Mərkəzləri eyni olan çevrələr. Belə xətt çəkirsiniz. Bu böyük çevrənin radiusudur. Böyük çevrənin radiusunun kiçik çevrənin radiusuna nisbətinin 8'in 5 olduğu verilib. Yəni 8x, 5x. Arada qalan halqanın qalınlığı isə 6'dır. Halqanın qalınlığını tapmaq üçün böyük çevrənin radiusundan kiçik çevrənin radiusu çıxılar. Bu zaman 3x'i bərabərdir 6 alırıqsa, x yenə də 2'dir. Kiçik çevrənin radiusunu soruşur. Yəni 5x'i 5 vurulsun 2. Cavabımız olacaq 10, B variantı. 5-ci sualla davam edirik. Deyir, çevrənin radiusunun, daha doğrusu 4-cü sualla. 4'ü yazmadım. Çevrənin ən böyük vətərinin uzunluğu 12'dir. Uşaqlar, yadınızda saxlayın. Çevrənin vətəri deyəndə iki nöqtəni birləşdirən parça nəzərdə tutulur. Ən böyük vətəri isə bu diametr olur. Çevrənin ən böyük vətəri deyirsə, diametr nəzərdə tutulur. 12'dir. Çevrənin radiusunu tapın. Diametrin tərkibində 2 dənə radius var. Radius, radius. Əslində bu demək istəyir ki, 2 radius 12'yə bərabərdir. Onda radiusu tapanda 12'ni 2'yə bölürsünüz. Cavabınız düşür 6. Deməli, 4-cü sualın cavabı 7. 5-ci suala baxırıq. Çevrənin radiusu 5'ə bərabərdir. Deyir, ən böyük vətərinin uzunluğunu tapın. Çevrənin ən böyük vətəri deyirsə, diametr nəzərdə tutulur. Diametr 2 radiusa bərabərdir. Bu düsturu qeyd edin. 2 vurulsun 5 bərabərdir 10. Cavabın olacaq B variantı. Keçirik 6-cı suala.
Deyir 6-cı sualda çevrə xaricində bir dənə nöqtə var. Götürürük çevrə xaricində bir nöqtə. Deyir bu nöqtədən çevrə üzərindəki ən uzaq nöqtəyə qədər məsafə. Ən uzaq nöqtəyə qədər məsafə bilirsiniz hansı olacaq uşaqlar? Bu çevrə ilə gəlir, bu mərkəz birləşir və davam eləyir bu parça. Çevrənin üzərindəki ən uzaq nöqtəyə qədər məsafə söhbət gedir A, B parçasından. Bunun uzunluğu 18-dir deyir. Ən uzaq baxın, siz digər nöqtələri götürsəniz, get-gedə məsafələr qısalacaq. Tutaq ki, nöqtəni burada götürün, qısalacaq. Nöqtəni burada götürün, qısalacaq. Ən uzaq məsafə həmişə diametrin uc nöqtəsi olacaq. Deməli, sonra deyir, ən yaxın nöqtəyə qədər məsafə isə 4-dür. Çevrəyə ən yaxın nöqtəyə qədər məsafə deyəndə də bura nəzərdə tutulur uşaqlar. İndi buradan bura qədər ümumi 18 idi. Deməli 18-dən siz 4-ü çıxırsınız və bölürsünüz 2 bərabər hissəyə ki, radiusları tapasınız. 18-dən 4 çıxdınız 14, 2 yerə bölürsünüz 7. Deməli radiusumuz olur 7 cm, A variantı. 7-ci sualla davam edirik. Deyir, çevrənin xaricindəki nöqtədən. Çevrənin xaricində bir nöqtə götürdük. Ən uzaq nöqtəyə qədər. Ən uzaq nöqtə çevrənin üzərində harda idi? Bu diametrə gəlib mərkəzdən keçirirsiniz diametri. Diametrin uc nöqtəsinə qədər. Məsafə 20-dir. Bax, buradan bura qədər məsafə 20-dir deyir. Sonra deyir ki, ən yaxın nöqtəyə qədər məsafə. Çevrənin üzərindəki ən yaxın nöqtə A-ya ən yaxın nöqtə təbii ki, budur. Bu 8-dir. Çevrənin radiusunu tapın. Deməli, bu parçanın uzunluğunu tapmaqdan ötürü ilk öncə siz 20-dən 8 çıxacaqsınız, düşür 12. 12-ni 2 bərabər hissəyə böləcəksiniz ki, radiusları tapasınız. O da olur 6, 6, C variantı. Keçirik 8-ci suala. Radiusu 7,5 olan çevrənin mərkəzindən AB vətərinə qədər məsafə. Bax, çəkirik bir dənə çevrəyə və mərkəzi. Bir dənə də hər hansı AB vətəri var. AB vətəri. Buradan deyir məsafə. Məsafə deyəndə sizdən nəzərdə tutulan parça uşaqlar. Elə bir parça çəkməlisiniz ki, perpendikulyar olsun AB parçasına. Məsafə deyirsə 90 dərəcə əmələ gətirməlidir. Həmin məsafənin uzunluğu deyir 7,5-dir. Və uşaqlar o hündürlük həm də burada vətərə perpendikulyardır, həm də onu yarıya böləcək. Nəyə görə yarıya bölür? Siz əgər belə radius çəksəniz, buradan da radius çəksəniz, bərabər yanlı bir üçbucağı alırsınız. Bərabər yanlı üçbucaqlarda biz nə demişdik? Hündürlük həm medianda, həm də tənbələn. Bizə deyir ki, AB vətərinə qədər məsafə 4,5. 4,5 yazmalıyam. Bura 7,5 yox. 4,5'dir. Radius 7,5'dir. Çevrənin radiusuna da yazırıq 7,5 hər iki tərəf. Və deyir AB parçasının uzunluğunu tap. AB parçasının uzunluğu 2 dənə x-dən ibarətdir. Biz ilk öncə x-i tapmalıyıq. X-i tapmaq üçün təbii ki, düzbucaqlı üçbucaqdır. Bu nədən istifadə edəcəyik? Pifaqor teoremindən. 7,5'in kvadratından mən çıxmalıyam 4,5'in kvadratdan Pifaqor teoreminə görə və kök almalıyam. Şöyle kvadratlar fərqi ilə çıxaq, hesablayaq. Yəni 7,5'dən bir dəfə 4,5'i çıxın, bir dəfə də 7,5'in üzərinə 4,5 gəlin. Deməli 4,5'i çıxanda alırsınız 3, üstünə 4,5 gələndə alırsınız 12 və buradan çıxır kök altında 36'dan 6. Deməli siz x'in cavabını 6 tapdınızsa 2 vurulsun 6'ın cavabı olacaq 12. AB parçasının uzunluğu olur 12, A variantı. Və sonra keçirik 9-cu suala. Görək 9-cu sualda nə deyir? Deyir ki, çevrənin mərkəzindən bu çevrəyə toxunan düz xəttə qədər məsafə 10'dur. Çevrəyə toxunan bir düz xətt çəkirsiniz. Çevrənin mərkəzindən düz xəttə qədər məsafə deyirsə, mərkəzdən bura perpendikulyara endirməlisiniz. O perpendikulyar da elə şəkildən də göründüyü kimi radiusa bərabərdir. Bizə deyir ki, məsafə 10'dur. Məsafə radiusa bərabər olduğu üçün elə radius da 10'dur. Demək, burada yadımızda saxlayacağımız qayda nədir? Çevrənin mərkəzindən toxunan düz xəttə qədər məsafə radiusa bərabərdir. Və yaxud, əgər toxunan düz xəttə bir radius çəkilirsə, radius və toxunan arasındakı bucaq 90 dərəcədir. 10-cu suala baxırıq. Deyir radiusu R olan çevrənin
AC, A nöqtəsindən AC diametri çəkilib. A nöqtəsindən çəkirsiz AC diametrini. Diametr deyirsə mərkəzdən keçməlidir, üzərində mərkəzi qeyd edin. Sonra deyir ki, AB vətəri çəkilib bir dənə də. Çəkirsiniz AB vətərini. Və bizə deyir ki, AB vətəri radiusun kökdə 3 mislidir. BAC bucağını tapın. BAC, bax bu bucağı bizdən soruşur uşaqlar. Görək necə tapırıq. Siz götürüb B ilə C-ni birləşdirə bilərsiniz. Bayaq bir misalda dedi. Deməli uşaqlar, bura diametrin çevrədən ayırdığı 180 dərəcəli qövsdür. Həmin qövsə söykənən daxili bucaq onun yarısına bərabərdir, 90-a. 180-in yarısı 90. Deməli, bura 90 dərəcədir. İndi bu da radiusdur, bu da radiusdur. Onda üç bucağın hipotenuzu 2R-dir. Bu 2R-dirsə, mən BC-ni tapa bilərəm. BC bərabərdir. Pifagor teoreminə görə 2R-in kvadratından kökdə 3R-in kvadratını çıxmalıyam və kök almalıyam. Bu olacaq 4R kvadratı, çıxılsın 3R kvadratı. Çıxanda R kvadratı qalır, kvadratla da kök gedir R. Deməli, BC-nin uzunluğu radiusdur. İndi bura baxın, alfa neçə dərəcə ki, onun qarşısındakı dayanan katet hipotenuzun, yəni 2R-in yarısı olub. Alfa deməli 30 dərəcədir. Bizim qaydamız nə idi? 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Keçirik 11-ci suala. Mərkəzi O nöqtəsində olan çevrədə AOB bucağı 120 dərəcədir. Baxın, bu bucaq deyir 120 dərəcədir. Sonra nə deyir? Deyir ki, AB parçasının uzunluğu 6-dır. Çevrənin mərkəzindən AB vətərinə qədər məsafəni tapın. Mərkəzdən vətərə qədər məsafə deyirsə, bu 120-ni mən hələ ki siləyim uşaqlar. Mərkəzdən vətərə perpendikulyar endir deyir. Bu mərkəzdən çəkilən perpendikulyar bərabər yanlı üçbucaq olduğu üçün həm median olacaq, həm də tən bölən. Bu 120 idi. Mən bunu 60-60 hissələrə bölməliyim. 60 dərəcə, 60 dərəcə. Bu belə. Həm məsafənin uzunluğunu bizdən istəyir uşaqlar. Məsafənin uzunluğunu tapmaqdan ötürü nə edəcəksiniz? Bu 90-dır, bura 60-dır. Deməli, bura qalır 30 dərəcə. Sonra bu 6 santimetrlik vətər 2 dənə hissəyə ayrılır. 3, 3. Bura x yazsam mən. 60-ın qarşısı 3-dür, 30-un qarşısını tapmalıyıq biz uşaqlar. Düzbucaqlı üçbucağı burada mən çəkirəm, tam hamıya aydın olsun deyə. 60-ın qarşısında dayanan 3-dür, 30-un qarşısında dayananı siz tapmalısınız. Biz həmişə nə demişik? 60 dərəcəli bucağın qarşısında dayanan katet 30 dərəcəli bucağın qarşısında dayanan katetin kökdə 3 dəfə artığına bərabərdir. X-i tapmaq üçün 3-ü bölməlisiniz kökdə 3-ə. 3-ü kökdə 9 kimi yaza bilərsiniz. Kökdə 3-ə də böləndə cavabınız qalacaq kökdə 3. Deməli, həmin məsafənin uzunluğu kökdə 3 imiş. O da olacaq B variantı. Və keçirik 12-ci suala. Mərkəzi O nöqtəsində olan çevrədə AOB bucağı 120-dir. Yenə bu bucaq 120 dərəcədir uşaqlar. Bu, bərabər yanlı üçbucaq olduğu üçün 120 dərəcənin 180-dən çıxanda qalır 60. Bunların hərəsi düşür 30, 30. Sonra deyir ki, O nöqtəsindən AB vətərinə qədər məsafə 6-dır. O-dan AB-yə qədər məsafə deyirsə, ora hündürlük endir demək istəyir. Buranın uzunluğu 6-dır. Və bizə deyir ki, AB vətərinin uzunluğunu tapın. Deməli, AB vətərinin uzunluğunu tapanda nə edirik? 30 dərəcədir, bura 120 idi. 2 bərabər hissəyə böldük 60 dərəcə, 60 dərəcə. 30-un qarşısındakı katet, siz bu düzbucaqlı üçbucağa baxırsınız. 6-ya bərabərsə 60-ın qarşısında dayanan kateti tapanda 30-un qarşısında dayanan kateti kökdə 3-ə vurmalısınız. Eynisi sol tərəfdə də təkrarlanır. Bu 6 kökdə 3-dürsə, burada 6 kökdə 3 olur. Çünki soldakı üçbucaqla sağdakı düzbucaqlı üçbucaqlar kongruentdir. AB parçasının uzunluğunu soruşur. 6 kökdə 3-dən 2 dənə olduğu üçün 2-yə vurursunuz. Cavabınız olur 12 kökdə 3. Və variant C variantı uşaqlar. Keçirik 13-cü suala.
Çevrənin mərkəzindən 6 və 8 sm məsafədə olan AB və AC vətərləri verilmişdir. Uşaqlar, məsafə deyirsə, çevrənin mərkəzindən yuxarıya perpendikulyar qaldır 6-dır. Buna perpendikulyar qaldır 8-dir. Və bizə deyir ki, çevrənin radiusunu tap. Deməli, çevrənin radiusunu tapmaq üçün mən buranı birləşdirə bilərəm. Deməli, bura 8-dirsə, elə bu parçanın da uzunluğu 8 olacaq. Burada da gördüyünüz kimi düzbucaqlı üçbucaq yaranır. R-in kvadratı 6-nın kvadratı üstəcə 8-in kvadratına bərabərdir, yəni 100-ə. Deməli, R də bərabərdir 10. 6, 8, 13 bucağı, yəni uşaqlar Pifagor ədədləridir bunlar. Cavab edər Y variantı. Eyni şey 14-də təkrarlanır, sadəcə ədədləri fərqli verib. Çevrənin mərkəzindən 3 və 4 sm məsafədə olan parçalar var. Bura 3 sm-dir, bu hissə 4 sm məsafədədir. Deyir, çevrənin radiusunu tap. Çək radiusu. Radius mərkəzindən çevrənin üzərindəki hər hansı nöqtəni birləşdirən parçadır. Mən A-nı birləşdirdim. Radiusu tapacaqsınız. Uşaqlar, bu parça ilə bu parçanın bərabərliyi zaten görünür. Götürüb yazırsınız, burada 4. Radiusu da Pifagorla gedib tapacaqsınız. Bu düzbucaqlı üçbucaqdır. Radiusun kvadratı 3-ün kvadratı üstəcə 4-ün kvadratına bərabərdir, yəni 25-ə. Radiusun kvadratı 25-də, radiusda olacaq 5 sm Y variantı. Keçirik 15-ci suala. Radiusu R olan çevrənin, R6-dır özdə, AB qövsünə söykənən daxilə çəkilmiş bucağı 45 dərəcədir. Deməli, radiusu R-dir, bir dənə AB qövsdür. AB qövsünü çəkirsiniz uşaqlar. Bu qövsə söykənən daxilə çəkilmiş bucaq. Daxilə çəkilmiş bucaq deyəndə nə nəzərdə tutulur? Çevrənin üzərində bir nöqtə var. Həmin nöqtədən iki vətərlər çəkilir A və B nöqtələrinə. Bu bucaq deyir 45 dərəcədir. Və AB minor qövsünün uzunluğunu tap. Minor balaca qövsdür. Baxın, AB minor qövsü budur. AB major, major böyük deməkdir. Qövs budur. Minor deyirsə balacanın hesablamalısınız uzunluğunu. Deməli, buradan mərkəzi bucaq çəkirəm uşaqlar. Deməli, siz nə yadınızda saxlamalısınız? Daxili bucaq əgər 45-dirsə, çevrədə həmin qövsə söykənən mərkəzi bucaq 45-dən 2 dəfə çox olacaq. Bura 90 dərəcədir. 90 dərəcədir, radius da 6-dır. Qövsün uzunluğunu tapmalıyıq. Qövsün uzunluğu düsturuna baxsaq, 2πr çevrənin uzunluğudur. Uşaqlar, bölürsünüz 360-a, çünki çevrə 360 dərəcədir və vurursunuz alfa dərəcəsinə. Alfa da mərkəzdəki bucaqdır. Mərkəzi bucağın dərəcə ölçüsü. Deməli, 2π, radiusunuz 6-dır, böldüm 360-a və vurdum 90-a. Nə olacaq? 90-dan 360 getdi 4. 12π'ni də götürüb 4-ə bölürsünüz. Yekunda cavabınız olur 3π B variantı. Deməli, 15-ci sualın cavabı oldu B variantı. Burada yadınızda saxlamalı olduğunuz iki məqam var. Çevrənin qövsünün düsturunu əzbərləməlisiniz, qövs uzunluğunun. Bir də yadınızda saxlamalısınız ki, mərkəzdəki bucaq, əgər eyni vətərə söykənibsə, daxili bucaqdan 2 dəfə çoxdur. Keçirik 16-cı suala. Deyir ki, diametri AC olan çevrədə AMB və BNC qövslərinin uzunluqları uyğun olaraq 3π və 5π'dir. Çevrənin radiuslarını tapın. Qövslərinin uzunluqları uyğun olaraq. Uşaqlar, bu qövsün uzunluğu ilə bu qövsün uzunluğunu siz toplayanda, yəni 3π ilə 5π'ni toplayanda çevrənin uzunluğunun yarısını alırsınız. Çevrənin uzunluğu düsturu 2πr'dir. Bölünsün 2. Bunu alırsınız. Çevrənin uzunluğunun yarısı. Görürsünüz, AC diametri çevrənin yarıya bölür. Yəni 8π bərabərdir. Bunlar ixtisar gedir πr'ə. P'lər də ixtisar gedəndə çevrənin radiusu 8. Bizdən də soruşulan çevrənin radiusu idi. O da cavab olacaq D variantı. 17-ci suala keçirik. AMB qövsünün uzunluğu 6π'dir. BNC qövsünün uzunluğu 2π'dir. İndi bu uzunluqla götürüb bu uzunluğu toplasanız, çevrənin uzunluğunun yarısını verir.
Çevrənin uzunluğu düsturu 2 pi r-dir. Bilməyənlər qeyd etsin. 2 pi r-in yarısı. Burada ikilər ixtisar edəcək. Yəni 8 pi bərabərdir pi r-dən. Pi'ləri ixtisar edib r bərabər 8 alırsınız. Uşaqlar, çevrənin uzunluğu düsturu 2 pi r. Yazın, götürün kim bilmirsə. Cavab olacaq B variantı. Keçirik 18-ci suala. Radiusu 17 cm olan çevrə var. Deyir, çevrənin diametrindən müxtəlif tərəflərdə uzunluqları 30 və 16 olan 2 və paralel vətər çəkilmişdir. Diametrindən müxtəlif tərəflərdə demək, yəni mərkəzdən. Diametri siz çəkə bilərsiniz, çəkməyə də. Mərkəzdən müxtəlif tərəflərdə. Tutaq ki, biri yuxarıda olsun, biri də aşağıda 2 dənə paralel vətər çəkilir. Bu vətərlər, paralel olduğunu göstərək işarələri ilə, bu vətərlərin uzunluqları deyil, biri 30-dur, biri 16. Uşaqlar, mən bu diametri siləcəm, buna ehtiyac yoxdur. Diametrdən fərqli tərəflərdə sözünü başa düşdünüz artıq. Biri yuxarıda, biri aşağıda. Deyir ki, bu vətərlərin birinin uzunluğu 30-dur, birinin uzunluğu 16, 2 vətər arasındakı məsafəni soruşur. Məsafə deyəndə elə bir parça çəkməz ki, o parça hər ikisinə perpendikulyar olsun. Amma siz bu parçanı burada da çəkə bilərsiniz, burada da, burada da, burada da. Elə yerdə çəkin ki, sizə kömək etsin. Mərkəzdən keçirdin. 2 vətər arasındakı məsafəni soruşur sizdən. Deməli, necə tapacaqsınız? Birinci biz məsafə deyirsə bunların 90 olduğunu bilməliyik və işarəsini qoymalıyıq. Sonra bilməliyik ki, əgər parça çevrədə vətərə perpendikulyardırsa mərkəzdən keçən parça. Burada bərabər yanlı üçbucaq yarandığına görə vətəri yarı yerə böləcək. Yəni vətərin uzunluğunu 30 vermişdirsə 15-15. Eyni qayda ilə yuxarıya baxsanız, yenə burada bərabər yanlı üçbucaq yaranır. Bərabər yanlı üçbucaqda hündürlük həm də median olduğundan 8-8. Çevrənin radiusunda 17 verib uşaqlar. Bizdən soruşulan məsafə AB parçasının uzunluğudur. AB parçası 2 hissədən ibarətdir, X-dən və Y-dən. Yuxarıdakını və aşağıdakını Pifaqor teoreminə görə həll edərək tapacağıq. X-i tapmaq üçün 17 hipotenuzdur, 8 katet. Hipotenuzun kvadratından katetin kvadratı çıxılır. 289-dan 64 çıxanda 225, onun cavabı olacaq 15. Y-i tapmaq üçün kök altında 17-nin kvadratından bu dəfə 15-in kvadratını çıxacaqsınız. 289-dan 225 çıxanda 64, onun da cavabı olacaq 8. X, Y cəmini istəmişdir bizdən. O da 15-lə 8-in cəmi 23 olacaq. Cavabınız D variantı. Keçirik 19-cu suala. Radiusu 25 olan çevrənin diametrindən bir tərəfdə deyir. İndi müxtəlif tərəflərdə deyil. Və məsələn, diametri buradadırsa, 2 dənə vətəri çəkəcəksiniz, ikisini də eyni tərəfdə. Tutaq ki, aşağıda çəkdim mən. Sonra diametri silə bilərsiniz. Belə silirəm ki, çox xəta olmasın, fikrimizi dağıtmasın. Deməli, radiusu 25-dir. Radiusu tapmaq üçün belə çevrəni mərkəzini vətərin uc nöqtəsi ilə birləşdirə bilərsiniz. Aşağıdakını da tapa bilərsiniz. Burada birləşdirin, burada 25-dir. Sonra deyir ki, vətərin uzunluğu biri 40-dır, biri 30. Fərz eləyək ki, böyüyü 40-dır. Böyük vətərin uzunluğu AB yazaq. 40. O birisini də CD yazaq. CD bərabərdir 30. Vətərlər arasındakı məsafəni tap. Vətərlər arasında məsafə deyəndə elə bir parça çəkməliyik ki, hər ikisinə perpendikulyar olsun. Yəni də bu parçanı burada çəkə bilərsiniz. Elə yerdə çəkin ki, sizə kömək etsin. Bunu tapmaqdan ötürü mərkəzi birləşdirin. Baxın, bu hissəni sizdən soruşur. Tələb olunan yer buradır. Buranı necə tapacaqsınız? Birinci AB vətərin uzunluğu 40-dırsa, məsafədən söhbət gəlirsə bu 90'lar həm də median rolunda olacaq. 20-20 hissələrə böləcək. Yəni bura düşür 20, bura düşür 20. Bu 20'ni də yuxarıda yazımız səliqəli görünsün. 30'dursa CD, bura düşür 15, bura düşür 15. Siz ilk öncə bu parçanın uzunluğunu tapa bilərsiniz. Bura Y yazıram. Y bərabər 25'in kvadratından 20'nin kvadratını soldakı düzbucaqlı üçbucağa görə çıxacaqsınız. 625'dən 400 çıxanda 225 və ondan kök çıxır 15.
İndi sağdakı üçbucağa baxaq. Bu üçbucaqla işləyəcəyik uşaqlar. Y-lə x-in cəmi üçbucağın katetidir. Onu tapmaqdan ötürü hipotenuzdan, yəni 25-in kvadratından belə yazaq da kvadratın yazmayayım, köklə yazım. 25-in kvadratından 15-in kvadratı çıxılacaq. Orada qalacaq 400, 400-dən kök alacaqsınız 20. İndi x-dən y-in cəmi 20 idi. Burada mötərizə yazmaya da bilərsiniz, yazsanız da problem yoxdur. Y-in cavabının 15 olduğunu tapmışdım. Onda x-i tapanda 20-dən 15 çıxırsınız, cavab olacaq 5. Yəni A variantı. Keçirik 20-ci suala, yeni sualdır. Yeni. OBCD kvadratının C təpəsi mərkəzi O olan çevrənin üzərindədir. Kvadrat. İlk öncə kvadrat dediyi üçün buralara 90'ları yazın. Bu hissələr hamısı bir-birinə bərabərdir. İşarələri də qoyaq. B təpəsi isə OY radiusu üzərindədir. BY-nin uzunluğu verilibdir. Çevrənin uzunluğunu tapın. BY-nin uzunluğu verilibdir. Çevrənin uzunluğunu necə tapacaqsınız? Çevrənin uzunluğu düsturunu ilk öncə yazaq. Çevrənin uzunluğu 2πr-dir. Deməli, biz radiusu tapmalıyıq uşaqlar. Radiusu tapmaq üçün nə etməliyik? Mən bu hissəni birləşdirə bilərəm uşaqlar. Bu çevrənin radiusudur. Baxın, məsələn, mən bura A deyirəmsə, bura da A-dır. Kvadratda diagonal nəyə bərabər idi? OC radiusdur. Radius kvadratın tərəfinin kökdə 2 mislidir. Yəni, kvadratın diagonalı tərəfin kökdə 2 mislidir. Pifagorla da gedib tapa bilərsiniz. A kökdə 2-dir. R-imiz A kökdə 2-yə bərabərdir. Eyni zamanda buradan baxanda da R-imiz OY-də. OY-də radiusdur. Radius nəyə bərabərdir? A üstə gəl. Bu BY parçasının uzunluğu. BY-nin uzunluğu 5 vurulsun, kökdə 2 çıxılsın 1-dir. Deməli, uşaqlar, A kökdə 2 də radiusdur. Bu A üstə gəl, 5 kökdə 2 çıxılsın 1 də radiusdur. Bunları bərabərləşdirdim. Bu A-nı keçirdirəm sol tərəfə. A kökdə 2 çıxılsın A, bərabərdir 5 vurulsun, kökdə 2 çıxılsın 1. A-nı ortaq vuruq çıxarsam, kökdə 2 çıxılsın 1. Burada da kökdə 2 çıxılsın 1'lər var. İxtisarlarım gedir. A bərabərdir 5. A 5-dirsə, çevrənin radiusu nəyə bərabər olur? Radius bərabər olur A-nın kökdə 2 misli. Yəni 5 kökdə 2. Çevrənin uzunluğu nəyə bərabər olur? 2π'ni vurmalıyam radiusa. Yəni 5 kökdə 2'yə. O dedir 10 kökdə 2. P'ni axırda yazın. 10 kökdə 2π. O da B variantı. Yeni sualdır və maraqlı sualdır. Uşaqlar, 21-ci sualla davam edirik. 21-ci sualda nə deyir? Deyir ki, BD parçasının uzunluğu 6 kökdə 2'dir. Bu da kvadratdır deyir. Uşaqlar, BD parçası diagonalı bildirir. Diagonal tərəfin kökdə 2 mislidir. Keçmişik 4 bucaqlılarda. Yəni, diagonalın uzunluğu 6 kökdə 2 idi. Belə çıxır ki, hər tərəfdən kökləri ixtisar edirsiniz. A 6'dır. Kvadratın tərəfi A'dır. Burada 6, 6, 6 və bu 4 dənə parça 6'dır. BD'nin uzunluğu 6 kökdə 2 verilmişdi. Sonra nə deyir? BY parçasının uzunluğunu tapın. İndi BD parçasına fikir versəniz, siz buradan çəksəniz, OC ilə BD bir-birinə bərabərdir. İkisi də çevrənin radiusudur. İndi BD 6 kökdə 2 idisə, OC də 6 kökdə 2'dir. Deməli, OY də çevrənin radiusudur. OY də radiusdur. Radiusun uzunluğu 6 kökdə 2'dir. OY'nin tərkibində nə var? OB, bir də BY. Bunların ikisi bir yerdə radiusu verir. OB'nin uzunluğunu 6 tapmışsınız. O zaman BY'nin uzunluğunu tapanda 6 kökdə 2'dən 6 çıxmalısınız. Belə də saxlayıb bəzən 6'nı ortaq vuruq çıxardıb kökdə 2 çıx 1 kimi yaza bilər, amma yazmayıb uşaqlar. Cavab olur D variantı. Deyir ki, RS diametrdir. RS diametrdirsə, bunun ortası çevrənin mərkəzidir. Belə çıxır ki, bu da radiusdur, bu da radiusdur. Yəni, radiusdularsa diametrin yarısı olacaq. Yazırıq üzərinə D/2, D/2. PQ və TU isə bu diametrə paralel vətərlərdir və bir-birinə bərabərdir. Həm PQ-nun uzunluğu 6'da 5D'dir uşaqlar, həm də
T, onun uzunluğu 6'da 5 D-dir. Vətərlər arasındakı məsafəni tap. Vətərlər arasında məsafə deyəndə elə bir parça çəkməlisiniz ki, o parça hər iki vətərə perpendikulyar olsun. Siz bu parçanı buradan da çəkə bilərsiniz, buradan da çəkə bilərsiniz, belə də, amma mərkəzdən keçirin ki, o parçanı sizə hesablamalarda kömək etsin. Məsafə dediyi üçün perpendikulyarlıqları çəkirik. Deməli, əgər mərkəzdən keçən parça vətərə perpendikulyardırsa, vətəri yarıya bölür. Bax, bu parça ilə bu parçanın uzunluğu eynidir. Nəyə görə? Siz buradan radiuslar çəksəniz, bərabər yanlı üçbucaq alırsınız. Çünki ikisi də radiusa bərabər parçadır. Bərabər yanlı üçbucaqda tərəfə çəkilən hündürlük həm medianda, həm də tənbölən. Deməli, uşaqlar, bizə P2-nin uzunluğunun 6'da 5D olduğu verilib. Mən bura M yazsam, PM parçası P2-nin yarısıdır. Yəni 6'da 5D-ni 2'yə böləcəksiniz. 2'yə bölmək 2'də 1'ə vurmaq deməkdir. O da olur 5D bölünsün 12. Bu isə 5D böl 12'dir. Yazaq PM-in üzərinə 5D böl 12. Həmçinin M2 də 5D bölünsün 12'dir. Və radiusda D bölünsün 2 idi. Radiusa D böl 2 yazırıq. Bu üçbucağa baxsanız, bu üçbucaqdan mən bu x parçasının uzunluğunu tapa bilərəm. Pifagor teoreminə görə x kvadratını tapmaq üçün D böl 2'nin kvadratından çıxmalısan 5D böl 12'nin kvadratını. D böl 2'nin kvadratı D kvadratı böl 4. Digərinin kvadratı 25D kvadratı böl 144. 144 ortaq məxrəci gətirəcəksiniz. Bunu vurmalısınız 36'ya ki 144 etsin məxrəc. Onda nə olur? 144'də 36D kvadratı çıxılsın 25D kvadratı. Yəni 11D kvadratı böl 144. Əgər x-in kvadratı budursa, x də tapanda kök almalısınız bu ifadədən. D kvadratından kök çıxır D. 144'dən kök çıxır 12, amma 11 qalır kökün altında. X-i tapdım. Bizdən soruşulan məsafə buradan bura qədər parça idi. O T vətəri də P2 vətərinə bərabər olduğu üçün burada x olacaq. Bu parçalar bir-birinə bərabər olur. Deməli, bizdən soruşulan parça əslində 2x-dir. 2'ni vurmalıyam. Bunu D kökdə 11 bölünsün 12. Bunu uşaqlar 11 kökdə D böl 12 də yaza bilərsiniz. Burada 6 ilə 2 ilə 12 çıxsa gəlir 6 qalır. Olur D kök altında 11 bölünsün 6. Yəqin ki kökdə 11'i birinci yazacaq cavablarda. Cavab olacaq C variantı. Bu şəkil. 23-cü sualla davam edirik. Eyni. 23-cü sualda eynidir uşaqlar. Deməli, eğer S diametrdir. Diametrdirsə diametrin ortasında mərkəzi qeyd edirik və bunlar radiuslar olduğu üçün diametrin yarısı olacaq. D böl 2, D böl 2. P2 ilə UT bir-birinə bərabərdir. 3'də 4. 4'də 3 D'yə bərabərdirlər. Bunları qeyd edim. 4'də 3 D. Deyir ki, vətərlər arasındakı məsafəni tap. O məsafə elə bir parça olmalı ki, hər ikisinə perpendikulyar olsun. Həmin parçanı mərkəzdən keçirək ki, bizə hesablamalarda kömək olsun. Deməli, uşaqlar, bu parça mərkəzdən keçir və vətərə perpendikulyarsa vətəri yarıya böləcək. Nəyə görə demişdik? Çünki buradan da və buradan da radius çəkəndə bərabər yanlı üçbucaq yaranır. Bərabər yanlı üçbucaqda hündürlük həm medianda, həm tənbölən. Onda mən bura M yazsam əgər, PM'in uzunluğunu tapmaq istəyirəmsə, P2'nü, yəni 4'də 3 D-ni 2'yə bölməliyəm. 2'yə bölmək, 2'də 1'ə vurmaq deməkdir. O zaman alıram 8'də 3 D. Deməli, bu parçaların hər ikisinin uzunluğu 8'də 3 D'dir. Bu da, bu da. Mən buradan x-i tapa bilərəm bu parçanın uzunluğunu. Bura mən düzbucaqlı üçbucağa tətbiq etsəm Pifagor teoremini, x kvadratı bərabər olacaq. Bax, bu da radiusdur. Radiusumuz D böl 2 olduğu üçün D böl 2'nin kvadratı çıxılsın 8'də 3 D-nin kvadratı.
olacaq. Burada d kvadratı böl 4 çıxılsın 64-də 9d kvadratı. Deməli, birinci tərəf gərək 16-ya vuraq ki, 64-də gətirə bilək məxrəcini. Onda sürətdə 16d kvadratı, 9d kvadratını çıxanda 7d kvadratı qalacaq. X də bərabər olur, kök alsanız d kvadratından d çıxır. 64-dən 8 çıxır, 7 qalır kökün altında. Bizdən soruşulan məsafə iki vətər arasındakı məsafə idi, uşaqlar. O, T ilə PQ bir-birinə bərabər olduğu üçün buradan bura qədər məsafə buna bərabər olacaq. Yəni, burada x-dir. Soruşulan məsafə 2x-dən ibarətdir. Kök altında 7d bölünsün 8-i. Burada vuruqların yerini dəyişdim. Səliqəli görünsün yazımız. 2-yə vururuq. Bu deyir kökdə 7d bölünsün 4. Deməli, uşaqlar, kökdə 7d bölünsün 4 d variantında verilib. Keçirik 24-cü suala. AB və AC mərkəzi O olan çevrənin toxunanlarıdır. BAC bucağı 60 dərəcədir. BAC bucağı 60-dır və bu toxunanların kəsişmə nöqtəsindən mərkəzə qədər bir parça çəkilibsə, o həmişə tənbölən olacaq. Bunu yadınızda saxlayın, uşaqlar. Sonra deyir ki, AO parçasının uzunluğu 24'dür. BNC qövsünün dərəcə ölçüsünü tapın. Yox, BNC qövsünün uzunluğunu tapın. Deməli, uşaqlar, belə gedə bilərik. Radiusu çəkərsiniz siz köməkçi xətti olaraq. Radiusu çəkəndə 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Hipotenuz AO'dur da 24'dür. Deməli, radius 12 olacaq. Radiusla toxunan arasındakı bucaq həmişə 90 uşaqlar. Siz yuxarıya da çəksəniz, bunu 90 olacaq. Bunu da yadınızda saxlayın. İndi bizdən BNC qövsünün uzunluğunu soruşur. Bunun uzunluğunu bilmək üçün ilk öncə onun dərəcəsini bilməliyik. Baxın, bura 30 dərəcə isə bura olur 60 dərəcə. Eyni yuxarıda 30 varsa, düzbucaqlı üçbucağın iti bucaqları 90'ı tamamlamalıyıq, olur 60. İndi bu oldu mu 120, 60, 60, 120 verir də. Çevrə də 360 dərəcə olduğu üçün 120'ni 360'dan çıxanda bura düşür 240 dərəcə. 240 dərəcəyə uyğun çevrə qövsünün uzunluğu hesablanmalıdır. Qövsün uzunluğu düsturunu tapanda 2pi r, yəni tam çevrəni bölürük 360 dərəcəyə, çünki çevrə 360 dərəcədir. Bizdən tələb olunan yerdə mərkəzi bucağa vururuq 240 dərəcəyə. Deməli 2pi radiusumuz da 12 tapmışıq da. 360 vur 240. Bunu hesaplamalıyıq. 120'ye ixtisar gedir aşağıda 3, yuxarıda 2. 3 ilə 12'ni ixtisar etsəm 4. 2pi vur 4. 2pi vur 4 vur 2 qaldı. Cavab eləyəcək 16 pi. Pi ilə olan cavabı götürün uşaqlar. A variantı. 25-ci sualda deyir ki, çevrənin diametri, çəkirik bir çevrə və diametri. Uzunluğu vətərlə kəsişərək bu vətəri uzunluqları 3, 7 olan parçaya bölür. Bir dənə vətərlə kəsişir. Vətəri 3 və 7 uzunluqda hissələrə bölür. Çevrənin mərkəzindən vətərə qədər məsafə 2-yə bərabərdir. Vətərlə diametr arasındakı iti bucağı tapın. Mərkəzlə vətər arasındakı məsafə deyəndə vətərə perpendikulyar endirməlisiniz uşaqlar. Endirilən bu perpendikulyardan söhbət gedir. Bunun uzunluğu 2'dir. Bunun uzunluğu 2'dir. Burada AB vətərinin uzunluğuna baxaq. AB vətəri 7'dən və 3'dən ibarət idi. Uzunluğu 10'dur. Əgər vətərə perpendikulyar endirmisinizsə, burada radiusları çəkəndə biz demişdik ki, bərabər yanlı üçbucaq yaranır. Ona görə də vətəri həmin perpendikulyar 2 bərabər hissəyə bölür. Yəni 10'dursa uzunluğu vətərin, bu burada 5 hissəyə bölünəcək. 7'dən 5'i bura gedəcək. Burada 5 olması üçün 7'nin ikisi bura gələcək. İkinci gəlin burada yazım. Deməli, baxın, burada oldu 5, burada oldu 5. Vətər 2 bərabər hissəyə bölündü. Düzbucaq üçbucağa baxanda nə görürük? 2 dənə bərabər kateti var. 2 bərabər kateti varsa iti bucaqları bərabər olmalıdır. Düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90'dır. 2 bərabər yerə bölürsünüzsə 45, 45.
Onda nə olur? Vətərlə diametr arasındakı bucaq 45 dərəcə olur. 25-ci sualın cavabı oldu 45. 26-cı sualda deyir ki, çevrənin diametri vətərlə kəsişir 45 dərəcə bucaq altında. Çevrənin diametrini çəkirsiniz, vətərlə kəsişir. Vətər tutaq ki, belə çəkdiniz. Deyir 45 dərəcə bucaq altında kəsişir. Sonra deyir ki, və bu vətəri uzunluqları 2, 6 olan hissəyə bölür. A, B. Uzunluğu 2 və 6 olan hissələrə böldü. Deməli, AB-nin uzunluğu 8-dir. Deyir, mərkəzdən vətərə qədər məsafəni tap. Məsafə deyirsə, ora hündürlük çəkməlisiniz. Və mərkəzdən vətərə çəkilən hündürlük vətəri bərabər hissəyə bölməlidir. Yəni, AB 8-dirsə, 8-i 2 bərabər hissəyə böləcək. Onda bu 6-nı mən silirəm. Çünki 6 buradan bura qədər idi. Bax, bu 8-i 2 bərabər hissəyə böləndə bu tərəfə düşür 4. Daha doğrusu, hə də 8 idi ümumi. Bura 4 düşür. Burada 8 olması üçün neçə qaldı bura? 2. Yenə də baxın, 2 bura idi, 6 da bu hissə. Yəni 2-nin 6 hissəyə bölünmə şərti ödəndi. Sonra nə deyir bizə? Bizə deyir məsafəni tap və 90-ın qonşusunun 90 olduğunu bilirik. Bura 45 dərəcəsə 3 bucağın bucaqları cəmi, iti bucaqlarının cəmi düz bucaqlı 3 bucaqda 90 olmalıdır. Onda bura 45. Və bu 3 bucağa fikir versəniz, 3 bucağın 2 bucağı bir-birinə bərabər, deməli 2 kateti də bir-birinə bərabər olacaq. O zaman məsafənin uzunluğu olur 2. Cavab olacaq 2. 27-ci sualla davam edirik. 27. ABCD düz bucaqlısı və onun 3 tərəfinə toxunan 2 çevrə verilmişdir. AD'nin uzunluğu 36-dır. Uşaqlar, burada 2 çevrə verilibsə, onlar kongruentdir. İlk öncə onu bilməliyik. Çünki eyni düz bucaqlının daxilinə çəkiliblər. Bu parçaları uzadırsınız. Buradan bura qədər 36 olduğu verilibdirsə, həmin parça bu nöqtədə 2 hissəyə bölünür. Məsələn, H yazsam 18 hissələrə bölünür. Sonra deyir ki, çevrələrin kəsişmə nöqtələri arasındakı məsafə. Bax, söhbət bu parçadan gedir. Bu parçanın uzunluğu deyir 12-dir. Çevrənin, daha doğrusu burada düzbucaqlının AB tərəfini soruşur. AB tərəfi isə çevrənin diametrinə bərabərdir. Baxın. Siz diametri çəksəniz, həmin AB-yə bərabər olduğunu görürsünüz. Deməli, diametri mən buradan da çəkə bilərəm. Mərkəzdən keçmək şərti ilə toxunma nöqtəsindən çəkəcəm. Buradan bura qədər uzunluğu aydın məsələ ki, 18-ə bərabərdir. Fikir verin. 18, bura x. Və mən bunu düzbucaqlının tərəfinə paralel çəkmişəm. Ona görə bura 90 dərəcədir. 90 dərəcə isə biz dedik ki, vətərə perpendikulyar keçən parça mərkəzdən keçibsə, onu bərabər hissəyə bölür. Bu parçanın uzunluğunun 6 olduğu 6 verilmişdi, 12 olduğu verilmişdi. Ona görə bu bölünür 6 hissələrə. Elə bilin ki, sizin çevrənizdə diametr çəkilib, burada bir vətər var. Mən şəkil qarışıq olmasın deyə aşağıda təzədən çəkirəm. Burada 18-dir. İlk öncə ikisi tapmaz. Kəsişən vətərlərin xassəsi var çevrədə. Kəsişən vətərlərin xassəsində deyir ki, bir vətər hansı hissələrə bölünübsə, onların hasili bərabərdir. Digər vətər hansı hissələrə bölünübsə, həmin hissələrin hasilinə. Yəni, buradan 36-nı 18-ə bölündə x-i 2 tapırıq. X 2-dirsə, çevrənin diametr. 18 və 2-dən ibarət olduğu üçün 20-yə bərabərdir. Diametr 20-dir, uşaqlar. AB parçası da diametrə bərabərdir. Axı, baxın, bir də göstərim onu. Diametr, bu da diametr. AB parçası diametrə bərabər olduğu üçün onun da uzunluğu olacaq 20 cm. Deməli, kəsişən vətərlərin xassəsini gəlin sizə düstur kimi də yazdırım, uşaqlar. Belə bir çevrə çəkin dəftərinizə. Kəsişən AB vətəri, bir də CD vətəri. CD, tutaq ki, bir dənə M nöqtəsində kəsişir. Burada qayda belə olacaq. CM vur MD bərabərdir AM vur MB. Yazın, götürün bu qaydanı da. Həmin xassəyə əsasən indi 28-ci sual işləyəcəyik. Yenə oxşar sual, uşaqlar. 28. Gəlin qaydamızı aşağıya kopyalayaq. Bizə lazım olacaq. Deməli, biz bu qaydadan istifadə edəcəyik yenə.
28-də deyir ki, nə deyir? AD-nin uzunluğu 50-dir. AD-nin uzunluğu 50-dir. Bu çevrələr ikisi də eyni düzbucaqlığın içərisinə çəkildiyi üçün kongruent çevrələr, yəni bərabər çevrələrdir. O zaman bunların kəsişmə xəttini belə uzatdığımız zaman 50 santimetrlik hissə 2 yerə bölünür. 25-25'lik hissələrə bölünür. Deməli, bizə deyir kəsişmə xəttlər arasındakı məsafə, bax söhbət bu parçadan gedir. İki çevrə burada kəsişib, aradakı məsafə 10'dur və AB parçasının uzunluğunu tapın. AB çevrənin diametrinə bərabər olan parçadır. Sadəcə diametri biz elə yerdən çəkək ki, bizə kömək eləsin. Belə çəkirəm, uzadıram bura. Deməli, mərkəz buradadır. Deməli, uşaqlar, bu parçanın uzunluğunun kəsişmə nöqtə arasındakı məsafənin 10 olduğu verilir. Bura 90'dır. Çünki mən o diametri çəkmişəm düzbucaqlığın tərəfinə paralel. Burada 90 varsa orada 90 olacaq. Və onu 2 bərabər hissəyə bölür. 5-5. Buranın uzunluğunu bilmirəm bu parça. X-dir. Bu parçanın uzunluğu da 25'ə bərabərdir. Aşağıdan görünür. Siz burada yazdığım xassəyə əsasən, bu xassəyə, kəsişən vətənlərin xassəsinə əsasən yazmalısınız. 25 vur x bərabərdir 5 vur 5. Oradan x-i alacaqsınız 1. Əgər x 1'ə bərabərsə diametrin uzunluğu nə qədər olacaq? Olacaq 25 ilə x-in cəmi, yəni 25 ilə 1'in cəmi diametr 26'dır. Və AB parçası da çevrənin diametrinə bərabər olan bir parçadır. Baxın, belə çəkilən zaman daha aydın görünür. AB də diametrə bərabərdir. Bərabərdir cavabı 26. Demək, bu neçənci sual idi? 28-ci sualın cavabı 26 olacaq. 29'da deyir ki, radiusları 15-17 olan iki çevrə xaricdən toxunur. İki çevrə çəkin, birini böyük çəkin, birini kiçik. Radiuslarının biri 15'dir, biri 17'dir. Kiçik çevrənin A nöqtəsindən çevrələrin mərkəzlərini birləşdirən parçaya paralel keçirən toxunan. Çevrələrin mərkəzlərini birləşdirək uşaqlar. Çevrəni biraz daha yuxarıda çəkək, simmetrik olsun. Deməli, çevrələrin mərkəzlərini birləşdirdik. Birinin radiusu 17 idi, birinin radiusu 15. Deyir ki, bu çevrələrdən kiçik çevrənin hansısa A nöqtəsindən keçən toxunan. Toxunan nə deməkdir? Bir nöqtədə ortaq nöqtəsi var çevrə ilə. Toxunan böyük çevrəni kəsir deyir. Buranı da silək. Özdə bu toxunan çəkilib buna paralel olaraq. B və C nöqtələrində kəsir. Özdə deyir ki, B nöqtəsi A və C-nin arasındadır. Onda C buradır, B buradır. AB parçasının uzunluğunu soruşur. Buradan bura qədər məsafəni bizdən soruşur uşaqlar. Burada nə edəcəyiz? Köməkçi xətt. Köməkçi xətt həmişə nədir? Radiusun toxunma nöqtəsi. Mərkəzdən toxunma nöqtəsini birləşdirin. Burada da kəsmə nöqtəsini birləşdirəcəksiniz burada da. Yaranan fiqura baxsaq, radiusla toxunan arasında bucaq 90'dır və bunlar ikisi paralel olduğu üçün burada 90 olacaq. Yəni düzbucaqlı trapesiyadır burada yaranan fiqur. Bu da çevrənin radiusu olduğu üçün 17'yə bərabərdir uzunluğu. Bu da çevrənin radiusu olduğu üçün 15'ə. Bizim bir dənə köməkçi xəttimiz qalır çəkmək. O da bu. 15'ə paralel yuxarıya xətt qaldırılıb. O zaman bunun da uzunluğu 15'dir. Bax, buna paralel olaraq qaldırmışam. Deməli, bu 17'ni silirəm burada, çaşdırmasın bizi. Çünki 17 ya silin ya da belə ümumi işarə qoyun, bura 17 yazın. Deməli, mən bu hissəni, bu balaca yeri nə ilə işarə edim? A ilə işarə edim. Bunu tapaq. Pifagor teoreminə görə tapacağım. A-nın kvadratı bərabərdir 17'nin kvadratı çıx 15'in kvadratı. 289'dan 225 çıxanda 64 qalır. Oradan belə nəticəyə gəlirik ki, A 8'dir. İndi bura 8'dirsə 17'dən 8 çıxanda burada 9 qalır. Bizdən AB parçasının uzunluğunu istəmişdi. AB parçasının uzunluğu yuxarıda bax bu parçaya bərabərdir. Həmin parçanın da tərkibində nə var? 9 və 15 deməli üçün cavabımız olacaq 24. Beşə suallardan biri uşaqlar. 29-cu sualın cavabı 24.
Deyir ki, uşaqlar, traktorun ön təkərin radiusu arxa təkərin radiusundan 3 dəfə kiçikdir. Bu tutaq ki, ön təkər olsun. Arxa təkərdə bu olsun. Ön təkərin radiusu arxa təkərin radiusundan 3 dəfə kiçikdir. Önə R deyək, arxa təkərin radiusuna 3R. Böyük yerdə 3R-ə bərabərdir. Belə deyək. 2700 metrlik məsafəni bunlar gedir. Və bu qət edərkən 2700 metrlik məsafəni biz bilməliyik ki, dövrlərin sayı bu çevrənin uzunluqları qədər olacaq. Yəni, məsələn, bir dənə çevrə hardasa A nöqtəsi bu fırlanır, gəlir təzədən yerlə təmas edirsə, bunun getdiyi yol çevrənin uzunluğudur. Bunu bilməliyik. İndi 2700 metrlik yolda neçə dənə dövr edir deyirsə, 2700 metri kiçik çevrənin dövrlərinin sayını tapmaq üçün kiçik çevrənin uzunluğuna bölməliyəm. Böyük çevrədə dövrlərin sayını tapmaq üçün həmin məsafəni böyük çevrənin uzunluğuna bölməliyəm. Özdə bizə deyir ki, traktorun ön təkəri arxa təkərindən 600 dəfə çox dövr edir. 600 dövr çox edir deyir, dəfə yox. Bu birinci yazdığım ifadə, ikinci yazdığımdan 600 dövr çoxdur. Yəni, üzərinə 600 gələcəksiniz. Uşaqlar, eyni zamanda biz nə bilirdik burada? Böyük R-imiz kiçik R-dən 3 dəfə çoxdur. Bunu da qeyd etməliyik. Traktorun ön təkərinin radiusunu bizdən soruşur. Deyir, özdə pi-nin də yerinə 3 yaz. Onda olsun 2700 bölünsün. Pi-nin yerinə 3 yazanda bu olacaq 6R bərabərdir 2700 bölünsün. Pi-nin yerinə 3 yazanda bu eləyir 6R. Bir də 6 pi. Daha doğrusu pi-nin yerinə 3 yazanda 6. R-in də yerinə 3R yazmalısınız. 3R üstəgəl 600. Bax, bu şəkildə. İndi bunu sadələşdirməliyik. Sadələşdirməkdən ötürü hər tərəfi 18-ə də vura bilərik uşaqlar və yaxud öz aralarında ixtisar edə bilərik. Bunu məsələn 6-ya ixtisar etsəm, yuxarıda neçə qalacaq? 27-ni 6-ya böləndə düşür 4 dəfə 45, burada da 0. 450, göründüz hesapladım mı? 450 bölünsün R bərabərdir. Sağ tərəfə baxsaq, birinci gəlin 3-ü ixtisar edək, qalsın 9000. 9000-i də 900 daha doğrusu 900-də 6-ya bölsək 15, 0, 150 böl R üstəgəl 600. R-ləri bir tərəfə keçirsək 450-dən 150-nin çıxanda 300 olacaq. Bərabərdir 600-ə. Çarpaz vursam 600 vur R bərabərdir 300 və ixtisar etsəm burada 1, burada 2 qalır. Kiçik çevrənin radiusu olur 1 bölünsün 2, yəni 0,5. Traktorun ön təkərinin radiusunu soruşurdu. Ön təkərdə kiçik təkər olduğu üçün elə cavabımız 0,5 olacaq uşaqlar. Yekun cavab 0,5. 31-ci sualla davam edirik uşaqlar. Deyir ki, AB parçası çevrələrin mərkəzlərindən keçir. AB 12 olarsa çevrələrin uzunluqları cəmini tapın. Bax, bu çevrənin birinci çevrənin radiusu olsun. R1 deyək buna. Bu da R1'dir. Radiusun uzunluğudur. Bu ikinci çevrənin radiusudur. Bu da ikinci çevrənin radiusu. Üçüncü çevrənin radiusu. Üçüncü çevrənin radiusu. Deməli, AB parçası nədən ibarətdir? 2 dənə R1-dən, 2 dənə R2-dən və 2 dənə R3-dən ibarətdir. Çevrələrin uzunluqları cəmini, birinci çevrənin uzunluğu, ikinci çevrənin uzunluğu və üçüncü çevrənin uzunluqları cəmini istəyir. Çevrənin uzunluğu 2πr ilə hesablandığı üçün birinci çevrəyə 2r1, ikincisinə 2πr2, üçüncüsünə 2πr3 deyəcəyik. Buradan da 2-ni nə ortaqlıq çıxardıq? Pi-ni çıxartmaq kifayət uşaqlar. 2-ni də çıxarda bilərsiniz. Amma pi-ni çıxarsanız birbaşa AB parçasının uzunluğunu alarsınız. Daha rahat olar sizə hesablamaq. Bax, bu sizə AB parçasının uzunluğunu verir və demiş ki 12-yə bərabərdir, düzdürmü? Yerinə yazırsınız 12, yekun cavabınız olur 12 pi. Deməli, 31-ci sualın cavabı 12 pi. Keçik 32-ci sualı, eyni sualdır. Birinci çevrənin radiusuna R1, 2-yə, daha doğrusu bu da birincinin radiusu olduğu üçün R1, R2, bu
Bunları isə R3'lər deyin. Deməli, AB parçasının uzunluğunu 18 verib. Əslində AB parçası nədən ibarətdir? Tərkibinə baxsaq, 2 dənə R1-dən, 2 dənə R2-dən və 2 dənə R3-dən ibarətdir. Yəni, bunların cəmini 18 verib. Çevrələrin uzunluqları cəmini soruşur. 3 dənə çevrə var. Çevrənin uzunluğu düsturunu artıq öyrənmişsiniz. 2pi R idi. Birinci çevrə üçün 2pi R1, ikinciyə 2pi R2, üçüncüyə 2pi R3 yazırıq. Buradan pi-ni təkcə ortaq vuruq çıxartmaq kifayət edir ki, uşaqlar, AB parçasını elə görəsiniz. Burada baxın. Qəşəng sualdır, rahat sualdır həm də. Bax, bu AB parçasının uzunluğunu verir. Yuxarıda bərabər 18 yazmaq yerinə üstəcər 3 yazmışam uşaqlar. Bərabərdir 18-ə. 18 də pi-yə vuranda 18 pi edəcək. 32-ci sualın cavabı. Keçirik 33-cü suala. Deyək ki, şəkildə verilmiş kongruent, yəni bir-birinə bərabər 5 dənə çevrə var. Bunların mərkəzləri koordinat oxları üzərində yerləşir və biri də koordinat başlanğıcında gördüyünüz kimi onların uzunluqları cəmi 20 pi-dir. Uşaqlar, bir çevrənin uzunluğu 2 pi r-dir. 5 dənə bərabər çevrə var, 5-ə vurur. Bunu yazmalısınız 20 pi-yə bərabər. Bu 10 pi r bərabərdir əgər 20 pi olarsa, radius bərabərdir 2-yə. Radiusun biri 2-yə bərabərdir. ABCD dördbucaqlısının perimetrini tapın. ABCD dördbucaqlısını birinci görək. Bunları birləşdirirsiniz. Və parçalar hamısı bir-birinə bərabərdir. Kongruent parçalar yaranır. Birini tapıb 4-ə vursanız, P bərabər, məsələn, 4 vurulsun AB yazsanız kifayətdir. AB-ni necə tapacağıq? Çevrənin birinin radiusu 2. Bax, bu radius 2-dir, bu radius 2-dirsə, onda belə çıxır ki, bu O-dan A-ya qədər 4-dür. Eyni zamanda bu aşağıya baxsaq 2, 2, buradan bura qədər məsafənin uzunluğunu 4 alırıq və düzbucaqlı üçbucağa Pifaqor teoremini tətbiq etsək, AB-nin uzunluğunu tapmaq üçün 4-ün kvadratı ilə 4-ün kvadratını tapıb kök alacaqsınız. O eləyir 32, ondan da çıxır 4 kök altında 2. Qarşıdakı 4-ə də vuranda yekun cavabınız 12, kök altında 2, 33-cü sualın cavabı olacaq. Və keçirik hansı suala? Eynidir. 34-cü suala keçirik. Şəkildə verilmiş kongruent çevrələrin mərkəzləri koordinat oxları üzərində yerləşir. Uzunluqları cəmi 40 pi-dir. Uşaqlar, 5 dənə çevrə görürsünüz. Birinin uzunluğu, çevrənin uzunluğu 2 pi r düsturundan hesablanır. 5 çevrə olduğu üçün 5-ə vurursunuz. 5-nin cəmini tapanda 5-ə vurarsınız, 40 pi verər sizə. Və burada nə alırsınız? 10 pi r bərabərdir 40 pi-yə. Və bunları ixtisar edəndə radius bərabərdir 4 olur. Çevrənin birinin radiusu 4-dür. ABCD dördbucaqlısının perimetrini istəyir. ABCD perimetr. Bu bir tərəfini tapsanız, 4-ə vursanız cavab alınacaq. Çünki hamısını birləşdirəndə burada 4 dənə bir-birinə bərabər parça alınır. İndi uşaqlar, radiusu 4 idisə, baxın, burada 4, burada 4-dürsə, onda belə çıxır ki, buradan bura qədər məsafə 8-dir. Sonra eyni zamanda bura 4, bura 4-dürsə, belə çıxır ki, buradan bura qədər məsafə də 8-dir. Düzbucaqlı üçbucağa Pifaqor teoremini tətbiq etsək, AB bərabər kök altında 8-in kvadratı üstəcək 8-in kvadratı. Yəni 8-in kvadratından 2 dənə 2 vur 8-in kvadratı yaza bilərik. Oradan da 8 kökün altından çıxır, 2 qalır kökün altında. Yekun cavabımız olur 32 kökdə 2. Və gəlirik bölmənin sonuncu sualına, yəni birinci başlığımızın sonuncu sualına. Deyək ki, ABC bucağı 50 dərəcədir. Yazırıq bura 50 dərəcə. K nöqtəsi üçbucağın medianlarının kəsişmə nöqtəsidir. M nöqtəsi AC tərəfinin orta nöqtəsidir. M nöqtəsi AC-nin orta nöqtəsidir. K da medianların kəsişmə nöqtəsidir. Deməli, KM parçası medianın bir hissəsidir. Onda siz B-dən K-ya uzadırsınız. BM median olmuş olur. Medianlar da hansı nisbətdə bölünürdü uşaqlar? Medianlar təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünürdü. Yəni BK parçası hər zaman
KM-dən 2 dəfə çox olacaq. BK parçası KM-dən 2 dəfə çox olacaq. Nəsə qələmim qəşəng yazmır uşaqlar bu gün. Deməli 9-u 2-yə vuranda eləyir 18. BK-nın uzunluğu 18-dir. Belə. Bunu da yazdıq. YKF qövsünün uzunluğunu tapın. YKF çevrə kimi belə tamamlasanız, çevrənin qövsünün uzunluğudur. Qövsün uzunluğu düsturu nə idi? 2 pi r böldün 360'a. Kitabda bəzən bunu 2 ilə 360 ixtisar edib 180 yazırlar. Mən belə yazmağı xoşlayıram. Çünki burada çevrənin tam uzunluğunu görürsünüz. Çevrə 360 dərəcədir, onu görürsünüz. Düstur hardan gəlirsə bilinir. Radiusun yerinə mən 18 tapdım. Alfanın da 50 dərəcə olduğu verilmişdi. 2-ni 18-ə vuranda 36, aşağıdakı 360 ilə ixtisar gedəndə 10. 50 ilə də 10'u ixtisar eləsəniz 5, orada da pi qalır. Cavab olacaq 5 pi. 35-ci sualın cavabı 5 pi'dir uşaqlar. Növbəti mövzu izahımız olacaq. Test izahımız daha doğrusu mərkəzi bucaq, daxilə çəkilmiş bucaq, toxunanla və tər arasındakı bucaqlar. Uşaqlar, hal-hazırda hazırlıqlarda hansı bölmədəsiniz? Yəni cəbr tərəfdən hansı bölmədəsiniz və həndəsə tərəfdən hansı bölmədəsiniz? Bunu rəy bölməsində qeyd etsəniz mənim üçün də yaxşı olar. Mən baxım görüm sürətimi artırmalıyam yoxsa elə normal sürətlə getməliyəm izahlarda. Həll eləyək.